Hörmətli dinləyicilər, əziz müəllimlər, dəyərli məktəb ailəsi və Gələcəyin İşığı efirinin sadiq izləyiciləri, sizləri salamlayıram. Bu gün efirdə sizinlə birlikdə Ümumdünya İnsan Hüquqları Günü mövzusunu dərindən analiz etmək, həm elmi, həm hüquqi, həm də sosial aspektlərindən öyrənmək üçün bir araya gəlmişik. Mən məktəbimizin 15 sinif şagirdi Rızayev Emilya hər birimizi bu önəmli gün münasibəti ilə məlumatlandırmaq və gələcək nəsillərdə insan hüquqları mədəniyyətini formalaşdırmaq məqsədi ilə efirdəyəm. Bugünkü verilişimiz yalnız bir qeyd günü deyil, həm də hər birimiz üçün əxlaqi və sosial öhdəlikləri xatırladan bir fürsətdir. Ümumdünya İnsan Hüquqları Günü hər il dekabrın 10-unda qeyd olunur və bu günün əsasını Birləşmiş Millətlər Təşkilatının 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi ilə qoyulur. Bəyannamə bütün insanların doğuşdan bərabər hüquqlara malik olduğunu, irqindən, dinindən, cinsindən, dilindən, sosial mənsubiyyətindən və digər fərqlərindən asılı olmayaraq hörmət və ədalətlə yanaşmalı olduğunu təsdiq edir. Bu günün əhəmiyyəti yalnız hüquqi sənəddə deyil, onun sosial, mədəni və mənəvi təsirləri hər bir cəmiyyətin inkişafı üçün vacibdir. İnsan hüquqları mövzusu xüsusilə təhsil müəssisələrində geniş şəkildə təbliğ olunmalıdır. Məktəblərdə şagirdlərə həm tarixi, həm hüquqi, həm əxlaqi aspektlər öyrədilir. Bugün yanaşma onların gələcəkdə məsuliyyətli, vətəndaş cəmiyyətinə faydalı, etik və hüquqi bilikli fərdlər kimi formalaşmasına xidmət edir. Araşdırmalar göstərir ki, insan hüquqları həm demokratik dəyərlər haqqında məlumatlılıq yüksək olan gənclərdə daha əxlaqlı, sosial məsuliyyətli və yaradıcı olurlar. Ümumdünya İnsan Hüquqları Günü əhəmiyyəti həm də onun universal təbiətindədir. İnsan hüquqları yalnız fərdi, həm də kollektiv səviyyədə qorunmalıdır. Cəmiyyətin hər təbəqəsi və hər fərdi bu hüquqların qorunmasına töhfə verə bilər. Məktəb mühiti, müəllimlərin rolu və ictimai fəallılıq bu prosesin vacib tərkib hissəsidir. Şagirdlər burada öyrənirlər ki, hüquqlar yalnız tələb edilən deyil, həm də qorunan və müdafiə olunan anlayışdır. Dəyərli dinləyicilər, insan hüquqları həm də sosial ədalətin təməlidir. Araşdırmalar göstərir ki, hüquqların qorunmadığı mühit, iqtisadi inkişaf, sosial sabitlik, həm də mədəni tərəqqi təhlükə altına düşür. Buna görə də hər bir vətəndaş, hər bir məktəb şagirdi və hər bir müəllimin bu sahədə fəal olmalı, hüquqi maarifləndirməni gündəlik həyatına daxil etməlidir. Bizim hər birimiz öz davranışımızla və bir addımımızla insan hüquqlarının müdafiəsinə kiçik, lakin əhəmiyyətli rol oynayırıq. Əziz dinləyicilər, bugün bir yalnız tarixdən və hüquqi sənədlərdən danışmırıq. Biz gələcək nəsillər üçün sağlam, ədalətli və humanist cəmiyyət qorumaq üçün yolunda birgə addımlayırıq. İnsan hüquqları mədəniyyəti, hüquqi maarifləndirmə və etik davranış prinsipləri gələcəkdə daha dayanıqlı, güclü və tolerant cəmiyyətin formalaşmasına xidmət edir. Məktəbimizdə şagirdlər humanist dəyərlərə, etik davranışa və hüquqlara hörmət ruhunda tərbiyə olunması bu məqsədin mühüm hissəsidir. Sonda hörmətli dinləyicilər, Ümumdünya İnsan Hüquqları Günü münasibəti ilə hər birimizin hüquqlarının qorunmasına, ədalətin təbliğinə və sosial məsuliyyətin artırılmasına səsləyirəm. Gəlin hər birimiz öz nümunələrimizlə və davranışlarımızla insan hüquqlarının müdafiəsində fəal olaq. Gələcək nəsillərə daha ədalətli, dürüst və humanist cəmiyyət miras qoyaq. Mən Rızayev Emilya sizə bu verilişə çatdırmaqda böyük qürur hissi keçirirəm. Dinlədiyiniz üçün təşəkkür edirəm. Hüquqlarınızın müdafiəsi ilə qalın və gələcək nəsillərə örnək olun. Növbəti buraxılışlarda yenidən görüşənərək.